Deməli, izləyicimiz ağası bizə komment yazıb ki, bu qədər yeməklər paylaşırsan, özün də dindən danışırsan. Hansısa insanlar var ki, pulları yoxdur almağa, yeməyə, hamiləsi var, uşağı var. Əla, ağası, bəyənilsin. İlk baxışdan gözəl yazmısan, ilk baxışdan. Biraz xırdalayaq. Günümüzdə elə bir zamana gəlib çatmışıq ki, yerindən duran lətifəsi səndən uzaq. Müsəlmanlara və İslama təm vurmağa çalışırlar. Müsəlmanları pisləməyə çalışırlar. Məsələn, sən də pisləməyə çalışırsan da məni şəxsən. Baxaq sənin həyat və fəaliyyətinə. Səhifəndə paylaşdığın, o etdiyin keyflər, etdiyin hərəkətlər, gördüyün ləzzətlər, şabaş kimi tökdüyün pullar, bunlara baxdıqda mən o qənaətə gəlirəm ki, sənin paylaşdıqlarının, hələ demirəm, etdiklərimin içində paylaşdıqlarının heç 1%-ni mən həyatımda eləməmişəm. O ləzzətləri, yəni, özümə qıymamışam, pul belə atmamışam kiminsə belə başına sənin kimi. Mən bu hərəkətləri özümə həyatda qıymamışam da, yəni, eləməmişəm. Özümə pazvalət eləməmişəm, başa düşürsən? Sən gəlmirsən bunu, bu hərəkəti edən oğlan, gəlmirsən mənə tən eləyirsən, məndən səhv tutursan. Yəni, kasıbları belə fikirləşirdin, o pulu belə atanda fikirləşirdin, kasıbları, hamilə qadınları, yoxsa qəmli-qəmli belə tökürdün pulları. Fikrində olar idi və qəmli-qəmli pul tökürdün belə, başa düşmədim. Videonu qoyacam, indi baxarsınız. Şəkilləri də qoyuram, baxarsınız. Yəni, sən öz yaşayışıma bax, mənim də yaşayışıma bax. Sən işlədirsən, pub, restoran, bir dənə elan paylaşmışsan, xoş görünüşlü ofisiantka xanımlar axtarırıq. Yəni, mənim kafemdə, balaca bir xudmani kafemiz var, mənim kafemdə xoş görünüşlü, o bilirəm də kim axtarırsınız siz. 48 yaşında o qadınlar var, süd vəzləri falan, nə bilim, oraları bunları, razrez, mini yubqada müştəri cəlb eləməkdən ötürü. Mənim məkanımda elə şeylər yoxdur. Özümə mən sıxışdırmaram elə adamları, mən məkanımda işlədim. O formada mən pul qazanım. Belə pul qazanmağı mən özümə sıxışdırmıram, yəni dinimə görə. Bir dənə qəlyan nədir ki, mən qorxumdan o qəlyanı məkanımda satmadım. Ürəyim rahat olmadı da satmadım, çıxartdım, ləğv elədim. Allahdan qorxumdan. Sən isə geninə, boluna, nə gəldi orada istifadə edirsən. Yəni, bunları mən deyirəm ki, nəyə görə deyirəm? Yəni, ürəyim yanır, yəni ürəyim içimdən məni incidir ki, bunu dediyi mənə sözə bax, yəni uşaq var, hamile. Amma sən mənə deyirsən, yəni, o yemək içməkləri, nə bilim, bahalı, nə bilim, balıq falan, dəniz məhsulları, paylaşan, nə bilim, kabab, mabab, bunu sən deyirsən mənə. Nə bilim, valla, biraz səmimi olaq da, heç olmasa, səmimiyyət olsun, heç olmasa, necə varıq, yoxsa ki, güya ki, indi camat, güya ki, indi əxir zaydı, sən bomba olansan, ha? Güya ki, dırnaq arası. Nə bilim, valla, mənim sənə başqa deyəcək sözüm yoxdur.